Hamıya salam uşaqlar, mən Baba Pro. Bugün sizlərlə birlikdə Craftsman oyununda çox qəşəng bir dənə ev düzəldəcəyik. Uşaqlar, indi əvvəlcə, yəni Minecraftda da indi düz bir yer tapmaq lazımdır ki, ev düzəltmək üçün düz bir yer olsun, orada rahat ev düzəldə bilək. Məsələn, belə bir yer. Burası qəşəngdir, amma kanyon. Amma düz bir yer daha yaxşı olar. Düz. Məsələn, burası qəşəngdir, qəşəng burası. Buranı qırsaq ya da hələ də böyük bir ev eləməyəcəyimiz üçün hələ burası qəşəngdir. Əvvəlcə əlimizə bu taxtadan, yəni taxtadan bir ev eləyəcəyik. İndi başlayaq. Divarları örtməyə. Divardan başladıq uşaqlar. Uşaqlar, bir də mən Minecraftda maşın modlu bir mod tapa bilməmişəm. Yəni maşın, bir də yorumlara maşın modlu bir içində maşın olan bir Minecraft modu yazarsınız, linkini qoyarsınız. Mən oradan onun maşını bir videoda çəkərəm. İndi torpağı qoyaq bura. Buradan qıraq. Bura yerləşdirək. Uşaqlar, bir də biz indi 1.20 sürümünü oynamırıq. 1.21 oynamırıq. 1.19 sürümündə oynayırıq. İndi buradan məncə bu boyda hələ ki yaxşıdır. İndi belə də. Yo. Uşaqlar, ağlıma çox qəşəng bir fikir gəldi. Elə bir dəfəmlik belə eləyək də. Daha həm asan da olar uşaqlar. Həm də qəşəng olar da. Baxın. Nə oldu? Neyse. Belə. Ya da qəşəng. Uşaqlar, bir də məsələn Fairytale baxsa, yəni baxanları var da illa ki aranızda. O Fairytale videoları necə çəkir? Yəni video çəkmək asandır amma videoları. Amma normalda baxanda elə də yaxşı videolar çəkmir, amma maraqlı videolar çəkir. Yəni məsələn orada son bir dənə videosu var. Araba qarajı, maşın qarajı düzəldir. Orada da maşınlar var ha. Ancaq kompüterdə olur, yoxsa uşaqlar kompüterdə video çəkin. Yəni kompüterdə bir də mən necə oynaya bilirəm Minecraft falan. Mod yükləməyi, hələ tam dəqiq yükləməmişəm yaxşı modlar. Bir də kompüterdə necə elədiyim videoları necə kayd eləyə bilərəm onu bilmirəm. Məsələn, burada screen recorderlə kayd edirəm videoları. Yəni kompüterdə də ondan olunur. Yəni kompüterdə videolar necə kayd olunduğunu bilmirəm. Ona görə də tam dəqiq bilmirəm necə kompüterdə videoları çəkə bilim. Yoxsa çəkməyim. Neyse. Buradan bunu belə. Uşaqlar, sizə görə gündə 5-6 dənə video atıram. Yəni kanalımıza abunə olmayı unutmayın. Çünki gündə 5-6 dənə video çəkirəm mən. Pis videolar, ünlü youtuberlar. Yaxşı video, az video. Haradasa uşaqlar orada bir həftədə 1-2 dəfə video atır. Amma Baba Pro maraqsız video, yəni çox da maraqlı bir video deyil. Çox da maraqsız bir videolar olmur. Maraqsız video deyək, amma çox video. Uşaqlar, kanalım elə mənim 31 bilirsiniz ki, 2 dənə kanalım gedib, o kanalları çıxsaq əgər. Uşaqlar, bir də yaxında Yusif 1-2-3-lərdə Minecraft videolarımız gələcək. Yəni Yusiflə də Minecraft videolarımız gələcək. Şimdi şurada şöyle bir de bunları bu şeyler YouTuberlar oynayacaq uşaqlar. Blok elə bir gran kimi taxta qoyur. Elə bir pramı taxtaya çevirir o bloku. Neyse. Level 5 adam var. Buradan da qıraq. Uşaqlar, maşın məsələsindən də ki, maşın mən də istəyirəm videolarda maşın olsun.
Mənim maşın hobbim var. Amma hobbimdir də, yəni maşınlarla maraqlamaq. Maşınlardan xoşum gəlir. Amma təbii ki də maşınlar yoxdur. Minecraftda olmur maşınlar. Maşından xoşu gəlmir. Yəni maşındır da nədir ki? Yəni bütün YouTuberlarda Minecraft'ında maşın var. Amma mənim Minecraft'ımda maşın yoxdur. Niye uşaqlar? Niye? Neden? Ya neden? Neyse, buranda hər ay divarların görək necədir. Uşaqlar, mən bu evi qurtarmışam. 5 dəqiqə vaxt. İndi qurtarırız. Oralara da bu evin divarlarına da cam düzəldəcəm. Yəni ki, uşaqlar baxın, indi evin içindən keçəcəm və evin divarları bütün cam olmuş olacaq. Baxın. Hop. Aha uşaqlar. Keçdim camın içindən görə elə hop düzəlib. Aha uşaqlar düzəltmişəm. Düzəltmişəm içindən keçib camları. Nəysə. İndi də qapı qoyaq bura. Nəysə, necə bir qapı qoya bilərik. Bura. 700 çəkib. Sadəcə Minecraftların qalmağı üçün, qapıların qalmağı üçün də belə. Hansı qapı daha gözəldir? Məncə elə ən qəşəyi budur. Qoyaq. Evimizə yakışdı mı? Yakışmadı. Deməli. Bu da elə bizim evimizə ən çox yaraşa biləcək qapı. Amma bir şey. Evimiz bu formada görünür hələ ki. Məsələn, evimizin qabağına nə ata bilərik? Nə qoya bilərik? Məsələn. Uşaqlar, indi biz burada evi belə baxanda tamamladıq. İçi boşdur. Ev bu formadadır. İndi için falan yığmağa başlaya bilərik. Bunlar da əlimizdəkilərimiz. Burada. Attım bunları. Şöyle uşaqlar necə çeşid eləyə bilərik. Bakalım. Niye düşəmirəm? Neyse düşdüm. Qapı. Deməli. Evimize ne yerleştirmək makul olur? Yəni nə yerləşdirə biləriz? Qoyaq. Zırh. Yok. Zırhla əlaqəli zırh askısı. Aha. Əvvəlcə bizə bir dənə zırh askısı lazımdır. Və nə zırh? Netherite yox, elmas zırh götürəcəyik. Netherite zırh lazım deyil. Elmas zırh bəsdir. Sonra qılınc götürəcəyik. Elmas qılınc təbii ki də. Sonra ok. Sonra isə nə götürməli? Şey hanı? Adı neydi bunun? Yay. Yay. Bura yazaq yay. Yay lazım da arbalet değil. İndi zırhımızı giyindirək. Bunu giyindim elimde kaldı. Neyse. Qılıncadı. Elimizde olan 2 dənə şey də burada zibilə ata bilərik. Bunları hələ zibilə. Burada lava ataq. Sandıq götürək indi də. Həm evə qoymağa, həm də ki orada şeydə sandıq. Sandıq, tuzaklı sandıq yox, adi sandıq götürək. Deməli, sandığı bura qoyuruq. Bunun da içinə belə olsun, böyle bir şey.
Hamısını yok. Bir. Azar. Belə bir şey deyirəm, bir şey var, baxın. Belə əslində istədiyim işim olmadan belə qoyaqdı. Neyse. Dolap kimi də bunu indi də yazar yatak. Eflatun nereye yatak? Nereye yatak alsa tabii ki karara. Karara yatak bir şey. Buraya bir tane sandık koyak. Buraya bir tane crafting table falan filan var. Onlar da bunu sonra koyarıq. Şimdi evimize götüreceğimiz bütün eşyaları buradan seçebiliriz. Ama bize bundan lazımdı. Sonra bundan lazımdı. Sonra bundan lazımdı. Sonra bundan lazım. Lazım yani abi, ne yapacak? Ne yapacağız? Lazım. Sonra bundan lazım. Sonra bundan lazım değil. Lazım. Her şey lazımmış ama ben çok lazım. Neyse, lazım değil. Bundan da lazım. Ana ne oldu? Şuralar ne oldu? Ne oldu? Ben bilmedim. Oyun mu ban? Yok. Neyse. Sonra ne lazım? Bize bundan lazım mı? Mesela uşaqlar öz bayrağımızı da düzəldək. Şundan. Şimdi buradan saksı lazım değil. Bundan. Yok, bura bundan değil. Bundan. Buraya bir tane de kitap şey koyaq. İndi. Buraya bir tane. Buraya yazar gül. Gülle əlaqəli şeyler. Evet. Onda çiçek yazaq ki. Çiçek. Yok çiçek. Saksı qab. İndi isə buna da bir tane koyaq. Çiçek. Şurada. Sen bu çiçekten koyabiliriz. Tamam. Bunu. He, bu böcüllü. Ne diyor? Burada şey yazılmıştı da. Neyse. Biz böcül. Hamdan koyabildik. Geçək. Sonra buna ise bayrak koymak için biz əvvəl bu elimizdeki boş olan bütün eşyaları bura ataq ki, çünkü uşaqlar birisindən oynayacaq. Ana! Oh be, Allah'tan onu atmadım. Hani, çünkü bura ışıqlandırmada quracağım. Niye koyamıyorum? Neyse, asmaq üçün də bir şey koymaq lazımdır. Yarım blok götürək. Blok yazaq. Blok. Neyse, buradan tapabiliriz. Her halde. Yani inşallah taparıq. Yarım blok. Çok yarım bloklarım. Yarım bloklar nerede lan? Neredesiniz? Şakalar, yarım blokları tapamıyorum. Bulamıyorum. Şurada sen arayayım. Burada da değil. Burada. Burada. Mesela bizim eve uyar bu. Lan bu. Bizim eve uyacak. Bu işte. Bu işte. İşte bu. Takabilirim, ne olur. Böyle bloka takırlar. Ben niye buna takanmadım? Biz buna ne? Şuna takıyoruz. Anladım. O zaman böyle.
Şık. Güzel durdu. Bunu atalım. Bunu atamadık. Bunu atalım. Şimdi ise öyle bilim adam bir uşak var. Şeyimizi şeyimizi de düzeltmek için, öz bayrağımızı da düzeltmek için renk bayraklar götürək. Bayraklar nedir? Dur bir dakika. Uşaqlar biz deyəsən qalxan götürməmişik. Oh be, yaxşı ki adımıza düşdü. Dürbün götürək. Bundan savaş için savaş ekipmanları. Bütün lazımlı savaş ekipmanlarını götürmək lazımdır. TNT de alalım. Evet, bitti. Şu. Bitti. Şimdi ise bayraklar. Bayraklar nerede? Yani uşaqlar, bayraklar hardadır? Bunu da yəqin ki... Aha, burada. Bundan almışız. O zaman bundan böyle bayraklar aldık. Sonra bunlardan yok. Evvelce öz bayrağımızı düzəldəcəyik. Qara bir şeyin üstünde. Orada düzeltmek için biz hələ ki qara, boz və ağdan bir bayraq düzəldərik. İndi əvvəlcə bizə gül rəngi nə? Hə, boya lazımdır. Boya. Hə, burada. Yeşil olsun. Ne koyamadım? Yeşil olsun. Klasik. Güzel. Aa, he. Bura ne koydular? Uşaqlar, bura ne koyulduğunu bilmirəm. Ama burada da orada seçilebilecek geçen şekiller var. Böyle bir şekil, böyle bir şey diyeriz. Ama bura ne koyulduğunu bilmirəm hələ də. Bura ne koyulur uşaqlar? Ne? Ha, flamadı bunlar. Ha, bunlar. Flama deseni. Flama desenleri. Bəli uşaqlar, buradaymış flama desenleri. Creeper şekli, kuru kafa, çiçek, küre, burun, görüntülü bördür, tufla deseni. Götürək bunlardan uşaqlar. Zaten bayraq düzəldən də lazım alacaqlar. Biz de bunları götürək. Və bura qoymayaq. Əvvəl bayrağımıza yerləşdirək. Məsələn bu. Au! Hadi. Yine o şey oldu. Bu mesela. Nedir? Yok bu ne? Küre. Bu ne diyor? Şolar orada bu olur. Bu ne lan? Bilmedim. Ne olduğunu. Ama iyi bir şey değil bence. Kuru kafa deseni götüreceğim. Çiçek. Ben bunu da yoxlayaq. Kuru kafa şeklinde yoxlayaq. Şöyle. Of, bu ne diyor uşaqlar, artıq bu olur. Bilenler yazsın yorumlara, o nedir? Bura yok. Çiçek şekli. Kötü. Kuru kafa. Aha, bu güzel. Yo, güzel ama bize bunun beyazı lazım. O zaman beyaz yazınca
beyaz şeyler geliyor bize buraya. Bayrağımıza beyazlık atalım. Şunu atalım. Şunu atalım. Evet. Hayırlı uğurlu olsun. Evimize de böyle bu arada biraz korsan şeysine oxşadı. Amma məncə qəşəngdi. Belə bir dənə ev düzəltdi uşaqlar bu videoda. Məncə qəşəng oldu. Neyse, indi son olaraq əlimizdə olan əşyaları da buradakı sandığa qoyaq. Yəni bu sandıqda uşaqlar bayraq şey falan düzəltmək sandığımızdır. İndi də çöldən evi tam göstərim. Uşaqlar bu da mənim avatarımdır. Aman neyse. Ev belə qəşəng bir dənə ev oldu. Uşaqlar bu serverda videolar seçməyimi istəyirsinizsə kanalıma abunə olub, videoya like atıb, yorumlara da bir yazmağı unutmayın. Sağ olun.